Dostlar salam, hər birinizi xoş gördük. Sınaq 11 ilə qarşınızdayam. Bugün başqa bir videomuzda olacaq. Kanalı izləmədə qalın ki, yeni videolar paylaşıldıqda məlumatınız olsun. İlk olaraq dinləmə sualları ilə başlayırıq və burada yaxşı olar ki, videonu dayandırasınız və dinləmə suallarını ətraflı şəkildə bir gözdən keçirin, suallarla tanış olun. Və sonra indi mən bir neçə saniyə sonra dinləməniz üçün qoyacağam və sualları gözdən keçirin ki, dinləmə ərzində rahat bir şəkildə cavablandıra biləsiniz. Çünki şagirdlərin əksəriyyətinin elədiyi səhvlər dinləmə suallarına öncədən baxmamaqdır və əmin olun ki, bu sonradan sualları cavablandırarkən sizə bir xeyli çətinlik yaradır. İndi dostlar, dinləməni qoyuram, ətraflı şəkildə dinləyin, sualları cavablandırın və sonra mən ətraflı şəkildə sizə bütün doğru cavabları izah edəcəm. Satellites are man-made machines that orbit the Earth or other planets. The first satellite was launched in 1957 and marked the beginning of space technology. Since then, thousands of satellites have been sent into space for different purposes. These satellites travel at very high speeds and follow fixed paths called orbits. Satellites are used for communication, weather forecasting, GPS navigation, and scientific research. They send signals that help people watch TV, use mobile phones, and find directions on digital maps. Some satellites also take pictures of the Earth and collect information about oceans, forests, and ice caps. This data helps scientists understand climate change better. Modern life depends on satellites more than most people realize. They play an important role in global communication, internet services, and accurate weather updates. Without satellites, many daily activities would become slower and less reliable. For this reason, satellites are considered a vital part of both modern life and future space exploration. Dostlar, davam edirik. İndi gəlin suallarımıza baxaq. İlk sualda the passage is mainly about, yəni mətn nə haqqındadır? Mətn eşitdiyiniz qədər satellites, yəni peyçlər haqqındaydı. Əslində dostlar, biz öncədən sualları diqqətli şəkildə gözdən keçirsək, məsələn, bu ikinci sualda diqqət edirsə, bütün variantlar satellites nümunəsidir. Daha sonra üçüncü sualın şərtində why are satellites important? Dördüncü sualda yenə some satellites. Beşinci sualda da eyni şəkildə the first satellite. Yəni mətnin peyçlər haqqında olduğunu anlamaq üçün bizim əslində dinləməyə heç ehtiyacımız yox idi. Biz öncədən suallara baxanda bunu anlaya bilərdik. Və ilk sualımızın da doğru cavabı məhz D variantıdır. The functions of satellites, yəni peyçlərin funksiyaları. Keçirik növbəti ikinci suala. Which statement is true according to the passage? Yəni mətnə görə düzgün olan fikri axtarırıq. Burada bizim doğru cavabımız dostlar Y variantı olacaq. Satellites help people communicate and navigate. Yəni insanlara kömək eləyir bir növ satellit ünsiyyət qurmaq üçün və digər variantlara baxsaz onlar daha çox negativ variantlardır və yanlış variantlardır. Daha sonra üçüncü sualda bir sual var şərtdə. Why are satellites important for modern life? Nəyə görə peyçlər müasir həyat üçün vacibdir? Və üçüncü sualımızın doğru cavabı da elə A variantıdır. Əslində burada da bir növ bayaqki suala bir bənzəmə var. They support communication, internet and weather services. Yəni ünsiyyəti, interneti və həmçinin hava xidmətlərinə kömək edir və doğru cavab üçüncü sualda məhz A variantı olur. B variantı yəni əlaqəli bir cavab deyil ümumiyyətlə. Yəni belə bir fikir də yox idi. Daha sonra C variantında they replace scientists completely, tamamilə alimləri əvəz edir. Bu da əlbəttə ki, yanlış cavabdır. Yəni tamamilə əvəz eləmək olmur. D variantında they are mainly used for entertainment. Peyçlər əksərən yəni əyləncə üçün istifadə edilir ki, təbii ki, əyləncə deyil də əsas məqsəd. Və they control all machines on earth. Bütün bir növ aparatları yer kürəsindəki idarə edir. Bu da əlbəttə ki,
yanlış cavabdır. Və dostlar, davam edirik açıq suallarla. Burada 4-cü sualda bir complete the sentence şərti var. Verilən cümlənin davamını dinləməyə əsasən tamamlamalıyıq. Some satellites also take pictures of. Bəzi peyçlər həmçinin yəni take pictures şəkil çəkməkdir. İndi nəyin şəklini çəkir, o davamında o hissəni biz tamamlamalıyıq. Və burada da cümlənin nümunəsi, davam hissəsi the Earth, yəni yer kürəsinin şəklini çəkir. And collect information about oceans, forests and ice caps şəklində olmalıdır. Yəni bu mətndə verilən hissənin məhz davamıdır. Gəldik 5-ci suala. 5-ci sualda when was the first satellite launched? Yəni ilk peykin tarixini biz burada axtarırıq və mətndə də bu qeyd olunur ki 1957, yəni 1957-ci ildədir. Bunu cümlə şəklində də yaza bilərsiniz, qısaca il şəklində də yaza bilərsiniz ki, hər iki variant qəbuldur. Və sonuncu 6-cı sual bizdən write one adjective, yəni bir sifət istəyir, hansı ki communication sözünə aid olub, onun qarşısında və yaxud da ondan sonra da işlənə bilər və mətndəki bu sözümüz də global sözüydü, global communication və məhz bu 6-cı sualımızın da cavabıdır. Dostlar, keçirik qrammatik suallara. 7-ci sual possessive case şərtidir. İsmin yəlik halını axtaracağıq burada. Və bizim burada yanlış variantlardan biz başlasaq, ilk olaraq yəlik halın düzəlməsinin apostrof s və ya s apostrof olduğunu nəzərə alaraq 4-cü variantı silirik. Çünki diqqət edirsiniz 4-cü variantda nə apostrof s, nə də s apostrof yoxdur. Və 3-cü variantda da the earth, yəni yer kürəsi sözü cəmlənibdir. Testlərdə ən çox earth, sun, moon tipli sözlər həmişə işlənir, amma onlar heç vaxt cəmlənmirlər əlbəttə ki, yalnız tək formada işlənir və apostrof s-lə işlənə bilərlər. Ona görə 3 də yanlışdır. Doğru cavabımızın biri 2-dir, cat's feet və burada pişiklərdir və ayaqlar da əsas cəmdə olmalıdır, diqqət edirsinizsə, o da cəmdədir. Və A variantında da person's eyes hissəsi yəlik aldı və 1-2, yəni B variantı 7-ci sualımızın doğru cavabıdır. 8-ci sualda bir article testi görürük və burada da dostlar bir hazır sabit ifadə var hər iki tərəfdə. Həm birinci tərəfdəki tell a lie ifadəsi ki, burada a article-ından istifadə olunur. Həm də ikinci tərəfdəki tell the truth ifadəsidir ki, hər iki ifadə sabit ifadələrdir və hər ikisinin artiklı da konkretdir. Ona görə birinci tərəfdə tell a lie, ikinci tərəfdə də tell the truth ifadəsinin olduğunu nəzərə alsaq, 8-ci sualda cavabımız D variantı olur. Keçirik 9-cu suala. Burada çox vaxt qarışdırdığımız it apostrof s və its nümunələrini görürük. Və dostlar, burada elə birinci başlayan kimi 2 dənə ipucumuz var. Birincisi cümləyə başlayırıq və cümləyə başlayarkən bizə mübtada xəbər lazımdır. Mübtada xəbər kimi də biz məhz it apostrof s-dən istifadə edirik. İkinci ipucumuz da nöqtələrdən sonra gələn buradakı e artiklıdır ki, en artikelları varsa avtomatik olaraq biz cavab kimi it apostrof s nümunəsindən istifadə edirik. Ona görə birinci tərəfdə B və D variantlarını silirik, A, S, Y variantları qalır. İkinci tərəfdə isə nöqtələrdən sonra color sözü gəlib, diqqət edirsinizsə, color sözü isimdir və color'ın ardınca da dostlar bir dənə iz var. İzin artıq olmağı bizə it apostrof s yazmayacağımız anlamına gəlir. Çünki it apostrof s özü də it izdir. 2 dənə iz olmayacağına görə demək ki, biz ikinci tərəfdə its nümunəsindən istifadə eləməliyik. Ona görə C variantının ikinci tərəfini və Y variantının da ikinci tərəfini silirik. Cavabımız A variantı olur. Üçüncü tərəfə də diqqət eləsək, burada nöqtələrdən sonra itable sifətdir. Sifət olanda da, yəni tək başına sifət olanda da yenə eyni şəkildə biz it apostrof s nümunəsindən istifadə edirik və 9-cu sualımızın cavabı A variantı olur. Sual 10-la davam edirik. Burada preposition testidir və elə qarşımıza çıxan bu nöqtələr my aunt apostrof s nümunəsi bizi həm də yenə isim mövzusuna aparır. Biz isim mövzusunda at my uncles, at the bakers, at the chemist tipli və s. buna bənzər başqa tipli ifadələr də çox görmüşük. Hətta OTK-nın axırıncı imtahanında da ona bənzər bir sual düşmüşdü. Və məhz burada doğru cavabımız elə at variantı olacaq. Doğru cavabımız B variantıdır 10-cu sualda.
at my aunt's ifadəsidir. Sual 11-ə keçirik. Burada bir mübtəda xəbər uzlaşması testidir. Və ilk bəndimizdə a lot of furniture ifadəsi var ki, furniture sayılmayan isimdir. Sayılmayan isimlərin xəbəri mütləq şəkildə təkdə olur. Furniture təkdədir, is də təkdədir və birinci variant bizim doğru cavabımızdır. İkinci nümunədə dostlar, diqqət edirsə burada bir ipucu olaraq in var, yəni söz önü var və söz önüdən əvvəl lights cəmdədir. Bizim xəbərimiz də cəmdə olmalıdır, çünki söz önlü birləşmələrdə əsas tərəf söz önündən öncəki tərəfdir. Lights cəmdədir, amma was tək xəbərdir və 2 artıq yanlış cavabımız olacaq bizim. Daha sonra üçüncü nümunədə yenə in var, ipucu olaraq qeyd olunub və dear işlənib indən qabaq ki, dear dostlar, tək və cəm forması eyni olan isimlərimizdən biri idi. Və biz bu isimlərin qarşısında artikel işlədəndə onları təkdə, işlətməyəndə onları cəmdə qəbul edirdik. Burada da dear'ın qarşısında heç nə işlənmədiyinə görə o cəmdə qəbul olunur. Xəbər isə is təkdədir və 3 də yanlış nümunədir. Və gəldik sonuncu, dördüncü nümunəyə. Somebody törəmədir. Törəmə vəzihlərin xəbəri hər zaman təkdə olur. Xəbərimiz də burada has təkdədir və 4 də doğru cavabdır. Həm 1, həm də 4 doğru cavabımız oldu və avtomatik E variantını seçirik. Sual 12. Bu bir leksik testi, tərcümə testidir. Yəni burada sırf mənası uyğun gələn sözləri əlavə edə bilərik. Mənim ilk gözümə dəyən bilirsiniz nədir dostlar? Congratulate təbrik etməkdir, disagree razılaşmamaqdır, punish cəzalandırmaqdır, criticize tənqid eləməkdir, scold da danlamaqdır. Bu sözlərin arasında tək bir dənə müsbət söz var, o da congratulate'dir. Bu tip hallarda bu da sizin üçün bir ipucu ola bilər ki, cümlənin mənasında qismən çətinlik çəkib cavabları bilsəz vəziyyətdən çıxa bilərsiniz. If you congratulate people, əgər sən insanları təbrik etsən, it means that, bu mənaya gəlir ki, you tell them that you are pleased about their success. Sən onların uğrundan şad olmusan, yəni məmnunsan. Bu o mənaya gəlir. Bəli, congratulate'in mənası da budur, təbrik eləmək. Doğru cavab 12-ci sualda A variantı olur. Davam edirik. Sual 13. Burada qarşımıza bir modal feil testi çıxır. Əslində bu testdə çox uzağa getmək lazım deyil. Sadəcə bir şeyə diqqət eləsək cavabı avtomatik tapa bilərik. Bu da bax ikinci tərəfdə verilən do you hissəsidir ki, ayrıcı sual cümlələrinin əgər birinci tərəfi təsdiq olursa, ikinci tərəfi inkar olur. Yox, birinci tərəfi inkar olursa, ikinci tərəfi təsdiq olur. Və burada da ayrıcı sual cümləsi olaraq ikinci tərəfdə do you təsdiq formasından istifadə olunur. Deməli, birinci tərəf inkar olmalıdır. Və məhz inkar olaraq da elə do feilinin özündən, yəni don't formasından istifadə eləmək lazımdır. Buna da uyğun əlimizdə sadəcə bir variantımız var, o da Y variantıdır. 2 cavab olsaydı, 3 cavab olsaydı, o halda artıq əlavə ipuculara baxmaq təbii ki, lazım olacaq. Sual 14 ilə davam edirik. Burada dostlar bir complete sentence şərti görürük və complete sentence-də bizim ilk şərtimiz variantda verilən budaq cümlələrin nəqli cümlə quruluşunda olmağıdır. Yəni biz burada sual cümləsi quruluşundan istifadə edə bilmərik. Daha dəqiq desək, köməkçi feillər mübtədanın qarşısına keçə bilməz. Diqqət edirsinizsə, ikinci variantda was köməkçi feil olaraq he-dən qabaq işlənib və eynisi 3-də də was he-dən qabaq işlənib və 2 və 3 səhv cavabdır. Elə 1-də he was, 4-də də he was olaraq düzgün cavab kimi C variantını 14-cü sualda seçirik. Sual 15 ilə davam edirik. Bu bir nisbi əvəzlik sualıdır. Burada the actress sözü canlı isimdir. Which canlıları təyin eləmir. 3-cü variantı dərhal silirik. What ümumiyyətlə isimlərdən sonra işlənə bilmir. 1-ci variantı da silirik. Və dostlar, son siləcəyimiz variant da 5-dir. Whose canlıları təyin edə bilir. Canlı isimlərdən sonra işlənə bilir. Amma whose yəlik hal olduğu üçün kimin deməkdir də mənası. Özündən sonra isim tələb edir və nöqtələrdən də sonra isim yoxdur deyə məhz 5-ci variantı da silirik. Əlimizdə 2 və 4 qalır. Doğru cavabımız məhz Y variantı olur. Sual 16. Bu elə məhz 13-cü sualda toxunmuşduq buna. Ayrıcı sual nümunəsidir. Və birinci tərəf təsdiqdədirsə, ikinci tərəf inkarda. Birinci tərəf inkardadırsa, ikinci tərəf təsdiqdə olmalıdır. Diqqət edirsinizsə, bizə verilən cümlədə never var, inkardır. Ona görə ikinci tərəf dostlar təsdiq olmalıdır.
Məhz bu səbəbdən C variantını, Y variantını və D variantını silirik. A və B variantları arasında qalırıq. Diqqət edirsinizsə, A ilə B-nin arasında does she və does he fərqi var. Yəni sadəcə he və she-yə diqqət eləməmiz lazımdır. Və burada şərtdə bizə verilən nephew sözü də bacı və ya qardaşın oğludur. Yəni kişi cinsidir. Kişi cinsi olduğu üçün də biz doğru cavab olaraq 16-cı sualda B variantından istifadə edirik. Sual 17 passive voice, yəni məchul növ və bizə verilən cümlə they will change the decision. Will gələcək zamandır və gələcək zamanın məchul növü will be-yə çevrilməklə baş verir. Yəni will be olmalıdır to be olaraq. Və bizim variantlarımızın da içərisində will be ilə olan diqqət edirsə bircə dənə Y variantı var. Sual 18 bu kompleks object testidir, yəni mürəkkəb tamamlıq testidir. Bir neçə sınaq öncələrdə də şagirdlər rəy bölməsində bildirirdilər ki, biz bunun mürəkkəb tamamlıq olduğunu hardan bilək? Dostlar, bunu təkrar hər zaman qeyd edirəm ki, cümlənin içərisindəki o feillər əslində sizin üçün birinci ipucu olmalıdır. Bax, məsələn, 1-də C var, 2-də made var, 3-də yenə saw, 4-də expect. Bu mürəkkəb tamamlığın feillərini bir qədər görüb tanımanız lazımdır. İkinci ipucu da odur ki, mürəkkəb tamamlıq cümlədə feil, tamamlıq, feil ardıcıllığına deyilir. Yəni, cümlə içərisində bu ardıcıllığa əsaslanan nümunələr görsəz, bundan anlamalısınız ki, bu mürəkkəb tamamlıq testidir. Məsələn, birinci nümunədə diqqət edirsinizsə, see anyone dance. Bax, feil tamamlıq, feil ardıcıllığıdır və see bizim məhz ikinci qrup feillərimizdən biridir. Özündən sonra ya to-suz məstər ya da ing-li formanı tələb edir və ona görə də burada birinci variant doğru variantdır. Dance ola bilər ya da dancing də ola bilərdi. Birinci variantı doğru cavab kimi götürürük. İkinci nümunədə made the children to decorate verilibdir. Made bizim birinci qrup feillərimizdən biridir və birinci qrup feillərdən sonra, yəni let ilə make-dən sonra to işlənmir. Ona görə dostlar 2 səhvdir. Daha sonra 3-də yenə eyni şəkildə saw 3 children to join. Feil tamamlıq, feil ardıcıllığını tapdıq. Saw da bizim ikinci qrup feillərdən biridir. Ondan da sonra to işlənə bilmir. İkinci qrupdan sonra ya ing ya da to-suz məstər forması işlənməlidir. Bu da səhv cavabdır. Və sonuncu, dördüncü cavab didn't expect them to meet. Expect də bizim üçüncü qrup feillərimizdən biridir. Üçüncü qrup məhz to ilə işlənir ki, burada diqqət edirsə to meet işlənibdir və 4-də avtomatik düzgün cavabımız olur və 18-in cavabı 1-4 B variantı olur. Sual 19. Burada əvəzlik testi görürük. Həm də biraz find first ipucuları da var burada. Dostlar, burada yanlış variantlardan başlasaq, ilk yanlış variantımız 4'dür. Çünki so much filmsdə maçdan sonra cəm isim işlənməz. Maçdan sonra sayılmayan isimlər işlənə bilir və 4 yanlış variantdır. Və bir yanlış cavabımız da 3'dür. So good movies ifadəsi səhvdir. Dostlar, so əvəzliyindən belə deyək də sonra biz yalnız və yalnız bir halda isim işlədə bilərik. O da so'dan sonra many, much, few, little gələrsə. Yəni siz so many, so much, so few, so little olduğu halda isim işlədə bilərsiniz. Amma so'dan sonra və so üstə gəl sifət olduqda bu halda isim işlənə bilmir. Ona görə 3-cü variant yanlışdır. Bax, 2-yə diqqət edin, so many movies düzdür. So'dan sonra many varsa isim işlədə bilərsiniz. Much varsa isim işlədə bilərsiniz. Little, few varsa isim işlədə bilərsiniz. Amma yoxdursa isim işlədə bilmirsiniz. 4-də də so'dan sonra much gəlmişdi. Bu olar, isim də işlənə bilərdi. Sadəcə films cəm isim olduğuna görə biz 4'ü yanlış variant kimi götürdük. Doğru cavabımız 1 olur. Saçdan sonra mütləq isim işlənməlidir ki, burada da films işlənib. 2-də so'dan sonra many gəlməlidir ki, isim gəlsin, many gəlib. Və isim də many'yə görə cəm olmalıdır, o da işlənib. Və 5-də də saç, a lot of cartons. Saç da özündən sonra a lot of-dan işlənən ilə sözlərdən biridir. Elə a lot of onsuz da saç özündən sonra sadəcə əvəzli olaraq məsələ a lot of qəbul edə bilər. Və a lot of-dan da sonra ya cəm ya sayılmayan isim gəlməlidir ki, burada da cartons cəmdədir. 1, 2, 5, yəni C variantı düzgün cavabımızdır. Sual 20 ilə davam edirik. Burada make-up sentence sualıdır və biz
Dostlar, ilk başlanğıc olaraq əksər şagirdlər biraz həmişə people sözünə yönəlirlər ki, haqlıdırlar da. Mübtəda olaraq əlbəttə people-dan istifadə etməliyik. Amma buradakı cümlə quruluşundan people yox, thousands of people, yəni minlərlə insan deyəcəyik. Yəni 5-3 ilə başlayacağıq. Thousands of people took part in yesterday's demonstration. Yəni minlərlə insan dünənki nümayişdə iştirak etdi. Və doğru cavabımız məhz Y variantı olur. Həmişə vurğulamışam, yenə təkrar sizin üçün deyirəm, bu sualda çətinlik çəkən şagirdlər mütləq şəkildə cümlələri yazaraq cavab almağa çalışsın. Əmin olun ki, 5 variantın hamısını yazsanız, düzgün cümləni çox rahatlıqla görəcəksiniz. Sual 21, bu definition testidir və baxaq görək burada uyğunlaşma hansı formada olacaq. A variantında dostlar, a person who is the head of a country. Yəni bir ölkənin başçısı olan şəxs. Bu 3-dür. Governor sözü, yəni bir növ idarəçi, rəhbər mənasında. Daha sonra B variantında something that you want to do or achieve. Yəni nəsə, hansı ki sən etmək istəyirsən, nail olmaq istəyirsən. Bu 2-yə uyğun gəlir. Ambition sözü, istək, həvəs mənasında. Və experience da təcrübədir. Məhz buna da uyğun gələn cavab C variantıdır. Knowledge or skills gained through doing things. Yəni nələrisə etməklə əldə edilən bilik və bacarıqlar. Buna da C variantı uyğun gəlir və ümumilikdə CBA ardıcıllığı ilə doğru cavabımız 21-ci sualda D variantı olur. Sual 22. Burada diqqət edirsinizsə tense form sualıdır və as soon as var cümlənin içərisində. As soon as varsa, deməli bu uzlaşma testidir. Və əvvəlki sınaqlarda da təkrar demişdim ki, uzlaşma testlərində 2 dənə qəşəng ipucumuz var. Birincisi o idi ki, bağlayıcının yerləşdiyi yerin sağ tərəfində will və would-dan istifadə edə bilməzsiniz. Yəni gələcək zaman yaza bilməzsiniz. Baxın dostlar, as soon as-ı görürük. Sağ tərəfinə will düşməməlidir. Ona görə biz B variantındakı will, D variantındakı will-i silirik. A, C, Y qaldı. Bu birinci ipucumuz. İkinci ipucumuz da odur ki, zaman uzlaşması testlərində have, has ilə olan indiki bitmiş və indiki bitmiş davam edici zamanları ümumiyyətlə istifadə etmirik. Yəni present perfect-lə present perfect continuous istifadə edilmir. Və məhz bu səbəbdən də diqqət edirsinizsə, C variantında have, Y variantında have. Bunu da ixtisar edirik. Will-ləri ancaq sağdan silirdik. Have, has-ləri isə ümumiyyətlə hər iki tərəfdən ixtisar edirik. C və Y variantları da gedir və doğru cavabımız A variantı olur. Burada da diqqət edirsinizsə, A-dakı went keçmiş zamandır, arrived də keçmişdir. Keçmiş nə deməz? Keçmiş uzlaşır. İndiki ilə isə indiki və gələcək uzlaşa bilirdi. Və doğru cavabımız oldu A variantı. Bu will-ləri, have, has-ləri siləndən sonra əgər yerdə 2 cavab, 3 cavab qalırsa dostlar, burada diqqət eləməli olduğunuz məqamlar nədir? Birincisi, düzgün zamanların bir-biri ilə uzlaşması. Yəni, bayaq dediyim kimi, keçmiş zamanlar keçmişlərlə, indiki zaman isə indiki və ya gələcəklə uzlaşmalıdır. Bir də mübtəda xəbər uzlaşmasına diqqət eləyin. Bəzən xüsusilə də 3-cü şəxsin təkində olan mübtədaları verirlər. Məsələn, Jack mübtədasını verir, davamında xəbər come olur. Amma halbuki comes olmalıdır. Yəni, bu iki xüsusiyyətə diqqət eləsəz, zaman uzlaşmasında əmin olun ki, siz çaşdıracaq başqa bir məqam çıxmayacaq qarşınıza. Və dostlar, son olaraq davam edirik reading mətnimizlə. Bu dəfəki mətnimiz kağız haqqındaydı, onun yaranması, yayılması, əhəmiyyəti haqqında danışırdıq mətndə. Və 23-cü sualda write the correct answer. What made paper a turning point in the spread of knowledge? Biliyin yayılmasında kağızı dönüş nöqtəsinə çevrilən nədir? Və bizim buradakı doğru cavabımız 23-cü sualda B variantıdır. Its production process made writing materials more accessible. Yəni, onun istehsalı yazı materiallarını daha əlçatan elədi, belə deyək. 24-cü sualda yenə bizdən which statement is true? Yenə düzgün fikir istəyir. Və burada dostlar, elə doğru cavab məhz A variantıdır. People wrote on bamboo and silk before paper was invented. Yəni, kağız ixtira edilməmişdən əvvəl insanlar bambu və ipəkdən istifadə edirdilər. Yəni, daha doğrusu onun üzərində yazırdılar. 25-ci suala baxırıq. Burada the invention of paper verilib. Və A variantında made books more expensive. Expensive yanlışdır burada. Daha sonra B variantında limited the spread of knowledge.
biliyin yayılmasının bir növ limitlədi, bir növ belə deyə qarşısını aldı, yəni azaltdı, bu da yanlış cavabdır. C variantında provide cheaper writing materials. Bəli, daha ucuz yazı materialları təmin elədi. C variantımız doğru cavabımızdır. Daha sonra D variantında stopped people from using the Silk Road. İnsanların İpək yolunun istifadəsini bir növ dayandırdı. Bu da səhv cavabdır və Y variantında da was first done in Europe. Avropada istehsal edildi. Xeyr, ilk olaraq məhz Çində yaranmışdı. 26-cı suala baxırıq. The passage is mainly about. Mətn nə haqqındadır? Mətn kağız haqqındaydı və buna uyğun cavabımız da burada C variantı olur ki, invention and spread of writing material. Yəni yazı materialının ixtirası və yayılması. Sonra baxırıq sizlə açıq suallara. Burada 27-ci sualda write the synonym of the word commerce and paragraph 3. Yəni 3-cü abzasdan commerce sözünün sinonimini axtaracağıq sizlə. Və bu commerce sözünü əslində Azərbaycan dilindən də bilib oradakı kommersiya sözündən uyğunlaşdırıb tapmaq olardı. Doğru cavabımız dostlar trade sözüdür, yəni ticarət sözüdür və biz bu sözü 3-cü abzasın baxın işarələyirəm 2-ci sətrində görə bilərik. Gəlirik 28-ci suala. Burada paragraph 2, yəni 2-ci abzasdan bir definition nümunəsi görürük. Facts, information and skills acquired by a person. Yəni insan tərəfindən əldə edilən faktlar, informasiyalar və bacarıqlar. Yəni söhbət bilikdən gedir, knowledge sözündən. Bu sözümüz 2-ci abzasın son sətrində diqqət edirsə altından xətt çəkdim, işlənibdir. Gəldik 29-cu suala. Bu iki sözün əvəzlənməsi sualıdır və bizə verilən cümləni this process made writing materials. Bu cümləni mətndə tapırıq. Bu cümlə mətndə diqqət edirsə 2-ci abzasdadır və buradan sonraki hissə dostlar cheaper and easier to produce which allowed knowledge to spread more quickly. Bax bu sözləri ən azı ikisini ki elə mən həmişə deyirəm ki ikisini tövsiyə edirəm. Sinonimləri ilə və yaxud da cümlənin içərisində kontekstə uyğun ola biləcək, yəni mənanı saxlayacaq bir sözlə əvəz edib cümləni yekunlaşdırmalıyıq. Mən bu sualın cavabını dostlar sizin üçün baxın aşağıda vermişəm və cümlənin içərisində işlənən daha doğrusu sözlərin əvəzinə sinonimlərini, yaxın mənalı və yaxud da onu əvəz edə biləcək sözləri qeyd eləmişəm. Sizin fərqli cavablarınız olarsa əgər, onu da rəy bölməsində yazıb soruşa bilərsiniz. Və sonuncu 30-cu sualımız 3 cümlə ilə cavab yazdığımız, şəxsi fikirlərimizlə cavab yazdığımız sualdır. Do you think paper will ever completely disappear because of digital technology? Yəni digital texnologiyalara görə sizcə kağız tamamilə yoxa çıxacaqmı? Bu cümləyə, bu suala 3 cümlə ilə cavab yazmalısınız. Amma təkrar həmişə deyirəm bunu ki, cavab yazarkən diqqət edin ki, fikirlər tamamilə sizin fikirləriniz olsun. Yəni mətndəki fikirlərdən istifadə etməyəsiniz. Hər birinizə uğurlar arzulayıram dostlar. Kanalı izləmədə qalın. Növbəti videoda yenə görüşəcəyik sizlə.